Efirdə Şahnaz Muğamının davasını eləyənlər. Açın arada imkanımız olanda baxın görün Şahnaz Muğamı nədir. Sonra onu kimdən tələb elədiyi bizi, kimdən almaq istəyirsiniz o Şahnaz Muğamı, bir dənə də o ifaçıya baxın. Yəni hər bir muğamı hər ifaçı oxuya bilməz. Yəni buna deyirəm körpəlikdən getməlisən sən. Yəni məcbur da deyilsən ki, onu mütləqdir. Əgər xanəndəsənsə, ola bilər bu sənin üçün məsul belə deyim, öhdəliyin də oxuya bilmək. Ancaq ki, lazımsız yerə onu şoya çevirmək, nə bilim nə. Səndən bunu tələb eləyəndə yoxdur axı ki, bu olmalıdır da. Və şoya da bir də görsən lazımsız adamlar zəng eləyirlər. Həyatda bir dənə mahnını düz oxuya bilməyən, bir dənə düz mahnısı olmayan adam, düz başdan ayağa diton oxuyan adam durur deyir ki, filan kəs oxuyacaq o muğamı. Oxudu. Oxuyacaq. Buralarda o. Ona görə də arada başınızdan böyük danışırsınız və sənətkarlar qalıb bir qıraqda, sənətkar fikir bildirməkdən ki, bu işin sahibi olan sizin kimi sənətkarlar deməkdən ki, bu qardaş, bu ona yaraşar, yaraşmaz, bunun səsinə imkanları buna imkan verirmi, səs imkanları bu, oxuya bilər, oxuya bilməz və meyxanası zəngeli fikir bildirir. Bildiyiniz gülməli bir duruma gəlib çatmışıq ki, harada kimlə söhbət eləyir.